Oruçlu zaman, deməli, insan vücudunda bir ayda nələr olur? İndi mən onları bir-bir yavaş-yavaş deyim, baxın. Biz oruç tutanda bizim bədənimizdə fagositoz deyilən bir proses baş verir. Bu fagositoz nədir? Bizim hüceyrələrimizdə, hüceyrələr arası mayedə makrofaglar var. Makrofag böyük hüceyrələrdir. Bax, bu makrofaglar gəlir, elə bil ki, bunlar gəzir, hüceyrələrin arasında gəzirlər. Hansı xəstə hüceyrələr var, hansı qocalmış fəaliyyətdən düşmüş hüceyrələr var, hansı hüceyrələr ki, bizim beynimizə tabe olmadan müstəqil böyümək istəyən hüceyrələr var. Bax, bunların adlarını bir-bir deyirəm ki, bunların hər biri bir xəstəliyə səbəb olur. Və bu makrofaglar gəlir, bunların hamısını udur. Deməli, alimlər araşdırıblar ki, əsasən də Yapon alimləri. Görüblər ki, oruçlu vaxtı, yəni aclıq keçirdən vaxtı, hüceyrələrin əlavə qidası olmadığından və bu hüceyrələr öz hüceyrələr arasındakı qoca, yaşlı, xəstə, insan vücuduna tabe olmayan hüceyrələrin hamısını qida kimi yeyir. Yəni makrofaglar tərəfindən qida kimi yeyilir və hüceyrələr təmizlənir.